Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryolu nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-sında bərpa olunacaq. Qeyd olunduğu kimi, bu barədə Gürcüstan hökumət administrasiyasına məlumat verilib. İmzalanma mərasimi 18 may 2026-cı ildə Bakıda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Gürcüstanın baş naziri cənab İrakli Kabixadzinin iştirakı ilə baş tutub. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, hər iki lider imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini, xüsusən də Azərbaycan və Gürcüstanın bir çox ölkələr üçün bağlantı hub'ı kimi mühüm rolunu və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. İmzalanmış sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazın beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmaların davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin yekun qəbulu və tamamlanmasını təsdiqləyən Koordinasiya Şurasının protokolu daxildir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev öz növbəsində bildirib ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında birgə kommunikaya əsasən 26 may 2026-cı il tarixdən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. Məlumat üçün bildirək ki, yuxarıda göstərilən hökumətlərarası sazişlərin həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq dövlət enerji şirkətləri 15 oktyabr 2026-cı il tarixindən gec olmayaraq bağlanacaq müqavilələrin başlıca kommersiya parametrlərini müəyyən edən əsas şərtləri imzalayıb. Havar Şəfiyeva, Leyla Səməndər, Yeni Azərbaycan TV.